Mən Baxışova Ülkər Bəhram qızı 87-ci ildə Ağdaş rayonunda anadan olmuşam. 11 illik təhsilimi də Ağdaşda almışam. Ailədə məndən başqa 2 qardaşım var, ancaq 50 olan şəxs təkcə mənəm. Müxtəlif əl işlərindən məşğul olmuşam. Cəmiyyətə özümü göstərməyə, özümü isbat etməyə çalışmışam. Ancaq yaşadığım rayonda bu qədər də mümkün deyil. Sonra 2015-ci ildə Əllərin Peşə Reabilitasiya Mərkəzi Ramanaya məktəbə gəlmişəm. Öncə kompüter kursunu bitirdim orada. O kompüter kursunu bitirdiyim ərəfələrdə də başqa kurslarla maraqlandım. Məsəl üçün rəssamlıq, toxuculuq, oyma, hər bir peşəyə özümü yönəltməyə çalışdım. Və şükürlər olsun ki, istədiyimi də əldə etdim. Mən 9 yaşından əl arabasında olsam da, o qədər arabamla bəlkə əşya kimi görünsə də mən dost olmuşam. Sevmişəm, həmişə demişəm ki, bəlkə mən arabada olmasaydım daha başqa bir çətin həyat yaşayardım. O qədər çətin həyat olardı ki, küsərdim həyata. Yəni mən həqiqətən əlilliyi, əl arabasında oturmağı çətin həyat kimi görmürəm. Sadəcə fərqlilik görürəm ki, fərqliyik. Yəni kimsə ayaq üstədir, biz oturaraq həyatımıza davam edirik. Məncə bu daha asandır, daha əyləncə. Əyləncə tərəfinə çevirsə, əslində daha əyləncəlidir. Çünki başqalarının asanlıqla əldə etmək istədikləri şeyləri biz fərqli şeylər düşünərək əldə edirik ki, məsələn, mən bu pandusu necə çıxa bilərəm? Başqaları keçir, heç fərqinə belə varmır ki, bu pandusdan mən keçsəm yıxılaram və yaxud ayağım sürüşərmi? Amma biz yox. Biz fikirləşirik ki, hə, yox, buradan 5 sm artıq keçsək yıxıla bilərik və yaxud tam ortadan keçsək düz arabamızın gücü çatmaz qalxmağa. O belə bizim beynimizi düşünməyə vadar eləyir. Düşünürəm ki, sadəcə bu fərqli həyatdır. Allah bizə belə bir fərqli həyat nəsib edib və bunu da məncə sevərək yaşamaq lazımdır. Sevərək öhdəsindən gəlmək lazımdır.